Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Çox maraqlı bir mövzu ilə Zəka Ateliyyəsində yenə görüşünüzə gəlmişəm. Dəyərli müəllimlər, bizim bugünkü mövzumuz məşik tikiş sırasının xüsusiyyəti mövzusunda olacaq. Ümumiyyətlə, ilkin olaraq məlumat verim ki, bu tikiş hər birimizə ayandır. Ola bilər ki, aramızda heç maşınla işləməyən müəllimlərimiz ola bilər. Təbii ki, bunun üçün mən bu günlərim sizə məşik komplektinin ayrıca bir videosunu çəkib atdım. Yəqin ki, aranızda baxanlar oldu. Həmin yəni hissənin yaratdığı tikiş məşik tikişi adlanır müəllimlər. Məşik tikişi əsasən geyim və məişət tekstillərində ən geniş istifadə olunur. Öz möhkəmliyi ilə daim seçilir müəllimlər. İki sapla yerinə yetirilir. Yəni iki sapın sxematik görüntüsüdür bir növ. Burada əsas rol oynayır alt sap və üst sap. İlk öncə qeyd edeyim ki, üst sap iynə vasitəsilə parçanı deşir və sapı aşağı keçirir. Alt sap isə məkikin içində makaraya gəlir. İynə sapı məkik sapını əhatələyərək tikişi bir növ düyün əmələ gətirir. Bu proses bir-birinə dolanaraq bağ yaradır ki, bu da məşik tikişi adlanır və geyimin ən möhkəm birləşdirilməsi üçün əsas rol oynayır. Bundan başqa tikişin dartılma, parçanın uzadılması xüsusiyyəti vardır ki, məşik tikişi çox davamlıdır. Onu həm uzunluğa, həm də eninə dartanda sökülmür müəllimlər. Bu tikiş zəncirvari tikişə nisbətən daha az dartılır. Tikiş deformasiya olmur. Ona görə də bu tikiş alt geyimlərdə, yataqlarda, ondan sonra gündəlik geyimlərimizdə geniş istifadə olunur. Və plusda bir də var tikişin uzunluğu, bir də sərf olunan sapın miqdarı. Məşik tikişində müəllimlər sap sərfi digər tikişlərdə çox ola bilir. Buna itki əmsalı olaraq anlayış kimi qəbul etsək, yəni daha vacib bir meyar olar. Çünki məsələn, əgərlərim 1,5 olaraq əmsal 1,5 götürülürsə, 10 sm üçün 15 sm üst sap, 15 sm də alt sap sərf olunur. Bu əmsal da parçanın qalınlığından, təbii ki, sapın dartılmasından, tikişin sıxlığından asılı olaraq dəyişilə bilir. Və məşik komplektinin quruluşu və yağlanma prosesi vardır ki, məşik tikişi üçün maşınlarda məşik komplekti yerləşir. Bu isə çox elementlərdən ibarət ola bilir. Daim təmizlənir, yağlanmalıdır. Əks halda keyfiyyəti pozula bilər və məşik komplektinin, yəni sırf üst sapdan iş getmir də. Əgər məşik komplekti olmasa, yəni ümumiyyətlə maşında iş görmək də mümkün olmaz. Sap makarası da tez bitdiyi üçün növbə ərzində 70-80 dəfəyə qədər, yəni gün ərzində dəyişilə bilir. Hətta qeyd eləyərdim ki, bir şalvarı tikib hazırlamaqdan ötürü bizim işimizin hardasa 3-5% makaranı saplamaq olur. Çünki sap bitdikdə məcburuq ki, biz onu yenidən saplayaq. Və nəticə olaraq da müəllimlər, biz sizə bu günlərin məşik tikiş xüsusiyyətlərini, möhkəmliyini, dartılmasını öyrətdim. Ümid eləyirəm ki, hər biriniz üçün bu səsim əlverişli olar. Yəni sizin üçün kömək eləyə biləcək, dəstək ola biləcəksə, nə xoş mənə. Hər birinizə uğurlar arzulayıram. Növbəti dərslərimizdə görüşənə qədər.